İçinə zibil olsun bunun. Ala bu Tuncay nətər bizim hərşimizə daş qoya bilər axı? Necə? Bizim evimizə kamera zad qoyub bizim xəbərimiz yoxdur. Amma məsələn sənə. Bu adamlar səni heç üzüyü görməyiblər. Evi hardan tapacaqlar da kameranı nətər qoyacaq? Nə bilməyəm ala, mən bilirəm nə danışıram. Əsərdə mənim beynim xarab oldu. Bu Tuncayı öldürmək lazımdır Ənvər. Qardaşım, bu Tuncayı öldürmək lazımdır. O Tuncay öləcək, öləcək. Qudurdu o. O Tuncay öləcək. Xoş gəldin oğlum. Xoş gördük. Sən danışdın da yəqin ki adamla. Ona iş verdin də. Mən həll elədim o işi. Hətta onun evinə də qonaqlığa gedəcəyik. Arvadı ilə oğlunu da tanımış olarıq. Çox sağ ol Abdullah baba, bir əli öpüm. Yox, estağfurullah. Çox sağ ol. Sən get evinə, biz bu gün gələcəyik. Çox sağ olun, məni o adamdan qurtardınız. Çox sağ olun. Həbsxanada Tuncayı bıçaqlayan adamlar həbsdən çıxıblar. Onları həll eləmək lazım. Tuncay, sən ged onların evinə. Ged elə yəni. Mənim bir işim var, onu həll edib gəldim. Kömək lazımdır? Yox, elə böyük bir iş deyil. Tez yəni. Yaxşı, mən indi çıxım. Get. Axır ki çıxdıq həbsxanadan. Mənə maraqlı olan odur ki, ay qaqa, sən sağdan soxdun, mən soldan soxdum. Tuncay nətər ölmədi orada? O həbsxanada Tuncay ölməli idi. Nətər ölmədi? Ölüm vaxtımız gəldi. Abdullah, siz mənim oğlumu, Tuncayımı həbsxanada öldürməyə çalışdınız. Sizin eləyə bilmədiyinizi mənim oğlum eləyəcək ala. Siz öldünüz. Sizi heç kim qurtara bilməyəcək. Xoş gəldiniz Tuncay bəy. Xoş gördük. Nətərsiz? Şükür yaxşıyıq, siz necəsiz? Şükür, yaxşıyıq. Xanınızdır da sizin. Bəli, həyat yoldaşım. Salam xanım. Balaca ulduzdur da sizin. Bəli, Hə, şirindir. Lap şirindir. Allah saxlasın. çox sağ olun. Adı nədir? Adı Naiddir. Hə, Nahid. Nətərsən? Yaxşıyam. Deməli, Nahid. Nə qəşəng saçların var sənin. Deməli, deyirəm məndən nəsə istəyirsən? Mən həmişə məhəllədə görürəm belə uşaqlar velosiped zad sürür. Mənim əvvələ çox yaxşı velosipedim olmayıb. Mən velosiped istəyirəm. Hansı rəng olsun? Sarı. Sarı. Yaxşı. Onda bugün tez yat. Sabah durarsan, sıra çıxarsan, həyətdə görərsən velosipedi. Hə, yaxşı.
Oxutursunuz bu uşağı. Bəli, oxuduruq, amma hazırlıq pullarını ödəməkdə biraz sərtlik çəkirik. Uşağın hazırlıq pulunda, kitab pulunda hamısı mən ödəyəcəm. Siz narahat olmayın. Çox sağ olun Tuncay bəy, çox sağ olun. Verirəninizə. Yox, estağfurullah, estağfurullah. Özünüzə yaxşı baxın. Bir problem olanda da deyin, həll eləyərik. Bir çarə taparıq inşallah. İnşallah Tuncay bəy, çox sağ olun. Çox sağ ol. Sabah həyata çıxarsan görərsən vəzifəti. Yaxşımı Nahid? Yaxşı. Allah saxlasın. Çox sağ olun. Çox sağ ol. Atam da inşallah gələcək. Atam da gələcək. İşə çıxdı ona görə. O da gəlib sizinlə görüşəcək. O da maraqlananda ki, o adamın ailəsinə, tərbiyənə, vəziyyətdədirlər. O da tanış olmaq istəyir ailənizlə. O da gələcək inşallah. İnşallah Tuncay bəy, çox sağ olun. Çox sağ ol. Lap yaxşı. Bu işi biz eləyə bilərik. Qızılı da verərsiniz. Lap yaxşı. Abbas ağa, canım qardaşım. Bir iş tapdım. Ruslar mallarını qorumağa adam axtarırmış. Qarşılığında da çoxlu qızıl verirlərmiş. Bu işi eləyə bilərik. Salam, Ənvər, Abbas ağa. Bu arada işığı mən söndürdüm. Nəsə lampa çıqqıldı, nəsə səs çıxardır. Onu dəyişmək lazımdır, partlayacaq. O bir işıqları yandırdım. İki qardaş nəyə sevinirsiniz siz belə, nə olub? Ənvər deyir ki, bir iş tapmışam, nəsə Ruslar mallarını qorumağa adam axtarırmış. Nə işinə? Ənvər də dedi ki, biz həll eləyərik, qarşılığında da qızıl verirlər. Yəni deyirəm, qəşəng pul qazana bilərik. Halaldır Ənvər. Qəşəng. Pul qazana bilərik, buna sevinirdik biz də. Lap yaxşı. Mən də elə deyirdim ki, pul qazanacağımız bir iş tapa bilsək yaxşı olardı. Qəşəng. Ruslardan alarıq qızılı. Şəllənərik. Qəşəng olar, qəşəng. Pullar alarıq, şəllənərik. Qəşəng tətil eləyərik, xaricə gedərik. Hər cür oqqadan çıxarıq. Otur nə burada? Dəbərməyin nə yerinizdən? Dəbərməyin. Bunlar məni həbsxanada bıçaqlayan adamlardı. Hardan tapdın bunlar? Necə gəldi bunlar? Bugün həbsxanadan çıxdılar. Mən dedim ki, onları sən cəzalandırasan, oğul. Salam aleykum, aleykum salam. Abbas ağa ilə Ənvər Ruslarla iş qurublar. Ruslar mallarını qorumağa adam axtarırmış. Ənvər də bu adamlarla danışıb. Qarşılığında çoxlu qızıl alacaqlar. Bu mallarda narkotikdir özdə. Neyəcəyik? Ruslar da narkotiklə məşğul olmağın aqibətini görəcəklər. Faik dayı.